Azərbaycan xalqının çox əsrli zaman yaddaşında unudulmaz hadisələri və önəmli şəxsiyyətləri az deyil. Bu şəxsiyyətlərdən də biri də tarixi ən gözəl, ən böyük Azərbaycanlısı qüdrətli liderimiz Heydər Babadır. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Ulu öndərimiz uşaqları çox sevirdi. Uşaqlara, körpələrə qayğı daim onun diqqət mərkəzində olub. Heydər Baba deyərmiş: Müəllimin insanın həyatında nə kimi olduğunu bilir və qiymətləndirməlidir. Mən isə həmişə həyatımda bütün varlığımla, keçdiyim həyat yoluyla məktəbə borçluyam, müəllimə borçluyam. Ulu öndər Heydər Əliyev ölkəmizin bir çox çətin sınaqlardan çıxardıb. Körpələrin sağlamlığı, onların yaxşı təlim-tərbiyə alması Ulu öndərin daim diqqətində olub. Uşaqların yaxşı təhsil alması üçün bir çox gözəl və böyük məktəblər tikdirib. Ölkəmizin bütün rayon və kəndlərindən, eləcə də Bakıda Heydər Əliyevin adına uşaqlar üçün parklar salınıb. Hal-hazırda dövlətimiz onu Atatürk kimi anır, onun adını ucaldır.